4 rükət zöhür namazı qılıram Allaha yaxınlaşmaqdan ötürü. Deməli, hər qıldığım namaz məni kamilliyə bir mərtəbə artırmalıdır. Artırmırsa deməli yaxınlaşmadım. Bu imiş qürbətən ilə Allahın mənası. O vaxtı biri mənə sual verdi, xoşum gəldi suala. Dedi ki, niyə biz demirik ki, məsələn, namaz qılırıq lillah. Yəni, Allah'a xatirin, Allah üçün namaz qılırım. Niyə qürbətən deyirik? Qürbətən, yaxınlaşmaqdan ötürü. Çünki Allah üçün ayrı, yaxınlaşmaq üçün ayrı. Niyə demirik? Məsələn, 4 rükət zöhr namazı qılırım lillah. Deyirəm, qürbətən ilallah. Nə üçün? Dedim mən. Bax, budur. Cavab budur. Oruç tuturam qürbətən ilallah. Tutduğum oruc mənim naqisliyimdən aradan aparmalıdır. Yəni, məni kamala çatdırmalıdır. Çatdırmırsa deməli, qürbət hasil olmadı, yaxınlaşmaq hasil olmadı. İxlaslı insanların ikinci mərtəbəsi budur. Buna deyirlər mərtəbətül müqarribin, Allaha yaxınlaşanların ixlası, mərtəbəsi. Onlar hər əməli eləyərlər Allaha yaxınlaşmaqdan ötürü. Hər əməldə kamillik axtararlar. Hər əməldə özlərindən naqisliyi uzaqlaşdırarlar. Heç olmasa bir an, bir ləhsə özlərindən uzaqlaşdırarlar.